Salam əziz şagirdlər, bugün 6-cı sinif riyaziyyat kitabının ikinci hissəsindən səhifə 42, 43, 44, 45-də olan tapşırıqların izahına baxacağıq. Mövzumuz tənasübdür. Dərsin izahına keçməmişdən əvvəl nəzərinizə çatdıraq ki, dərslərimizə onlayn şəkildə qoşulmaq istəsəniz 051 759 55 96 nömrəsinə əlaqə saxlaya bilərsiniz. Əgər videolarımızın davamını görmək istəyirsinizsə, videolarımızı bəyənib kanala abunə olun. Araşdırma və müzakirədə bizə deyir ki, lalə içində 2 stəkan su olan qrafinə 3 qaşıq sirop, Elxan isə içində 3 stəkan su olan qrafinə 6 qaşıq sirop qatıb qarışdırdı. Qarışıqlarda su və sirop nisbəti eyni oldu mu? Bunu necə müəyyən etmək olar? Lalə 2 stəkan su olan qrafinə 4 qaşıq sirop. Deməli, 2 stəkan sudur, 4 qaşıq siropdur. Elxanda isə 3 stəkan sudur, 6 qaşıq siropdur. Qarışıqlarda su və sirop nisbəti eyni oldu mu? Bəli, qarışıqlarda su və sirop nisbəti eyni oldu. Çünki burada suyun siropa nisbəti, yəni 2-nin 4-dədir. Burada isə 3-ün 6-yadır. Hər birini burada ixtisar etsək 1-in 2-yə olacaq. Burada da 3-ə ixtisar etsək 1-in 2-yə olacaq. Yəni eynidir. Eyni nisbəti almaq üçün 9 stəkan suya neçə qaşıq sirop qatmaq lazımdır? Eyni nisbəti almaq üçün biz görürük ki, burada 1 nisbətdə sudur, 2 nisbətdə isə siropdur. Əgər 9 stəkan biz su qatırıqsa, bunun 2 qatı, yəni 18 stəkan da sirop qatmalıyıq. Yəni sirop sudan 2 dəfə artıq qatılmalıdır. Öyrənmə, tənasüb, 2 nisbətin bərabərliyinə tənasüb deyilir. Məsələn, 4/6 bərabər və 10/15 nisbətləri bərabər olduğundan tənasüb əmələ gətirir. Yoxlayaq. Dörd bölü 6 hər birini ixtisar etsək biz 2-yə, 3-də 2 alarıq. 10/15 hər birini 5-ə ixtisar etsək, alarıq 3-də 2. Görürsünüz, bunlar bir-birinə bərabər olacaq. Deməli, 2 dənə nisbət bir-birinə bərabərdirsə, bunun adı tənasübdür. Tənasübü ümumi şəkildə belə yazmaq olar. Bunu yadda saxlayın. A bölü B bərabərdir C bölünsün D. Burada kənarda duranlara deyiləcək kənar hədd, ortada duranlara isə deyiləcək orta hədlər. Kənarda duranlar kənar hədd, ortada duranlar orta hədd olacaq. Biz burada bunu 2 kəsrin bərabərliyi kimi də yazmaq olar. A bölünsün B bərabərdir C bölünsün D. Bu tip suallarda isə biz bunları deməli kənar hədlər A ilə D olacaq. Bunlar kənardır. B ilə C isə olacaq orta hədlər. Çalışma 1. Nisbətlərin ekvivalent olduğunu göstərməklə onların tənasüb əmələ gətirdiyini əsaslandırın. Səkkiz bölünsün 12 nisbətini A variantında 8 bölünsün 12 nisbətinin gəlin hər tərəfini biz 4-ə bölək. 4-ə bölək. Bunu kəsinən də yazmaq olar. 8 bölünsün 12, hər birini 4-ə bölsəm əgər, burada alacam 3, burada alacam 2. 4 bölünsün 6-nı belə göstərmək olar. Hər birini
2-yə bölsəm alacam 3, burada alacam 2. Gördünüz, bunlar bir-birinə bərabərdir. Kənar hədləri istəsə, burada 8 kənar hədlər 8 ilə 6-dır. Orta hədlər isə 12 ilə 4-dür. Keçək B variantına. 3 bölünsün 4,5. Bunu belə yazmaq olar. 3 bölünsün 4,5 kimi. Bunun hər birini gəlin 10-a vuraq. Bu olsun 30, bu olsun 45. Sonra hər birini 15-ə ixtisar etsək, alarıq burada 3-də 2. İndi 16 bölünsün 24 ifadəsində 16 bölünsün 24-ü belə yazarıq. Hər birini 8-ə bölsək 3-də 2 alarıq. Görürük ki, bunlar bir-birini həqiqətən də bərabərdirlər. İki nisbətin bir-birinə bərabərsə, deməli bu tənasübdür. İndi bunun kənar hədlərini tapmaq lazım gəlsə əgər 3 ilə 24 kənardır. Orta hədlər isə 4,5 ilə 16-dır. 4,5 bir də 16. Baxaq C bəndinə. Otuz 9'da 21 bərabərdir 65'də 35. Bunların hər birini nəyə bölmək olar? 3'ə. 3'ə bölsəm, burada alaram 7, burada alaram 13. 35 ilə 65'in də hər birini 5'ə bölsəm, burada 7, burada alaram 13. Həqiqətən də 13'də 7, 13'də 7'yə bərabərdir. İndi bunun kənar və orta hədlərin lazım gələrsə, bununla bu, yəni kənarlar olacaq, kənar hədlər 21 ilə 65, orta hədlər olacaq 39 ilə 35. Keçək D variantına. Gəlin bunun hər birini 10'a vuraq, bunu da vuraq, bu hissəni də 10'a vuraq, bu hissəni də 10'a vuraq. Olacaq 80'də 12, bu da olacaq 120'də 18. 80'də 12'nin hər tərəfini bölək 4'ə. Bu olacaq 3, bu olacaq 20. 120 ilə də 18'in hər birini 6'ya bölsək, bu olacaq 3, bu olacaq 20. Bunun tənasib olduğunu göstərdim. Yəni kənar hədlər lazım olarsa, kənarlar 1,2 ilə 12'dir. Orta hədlər isə 8 ilə 1,8 olacaq. Keçək ikinci tapşırığa. Verilmiş nisbəti sadələşdirin və ona ekvivalent nisbət yazmaqla tənasüb qurun. A variantında 6 bölünsün 3. 6 bölünsün 3 yazdıq bunu. Bunu yazmağa hər birini 3'ə bölsək, bir dəfə, 2 dəfə olacaq. Bunu tənasüb üçün belə yazmaq olar. 6 bölü 3 bərabərdir 2 bölünsün 1 kimi. B variantı 14 bölünsün 7. Göstərək kəsirdə 14 bölü 7 hər birinin 7'yi ixtisar edək, 1 bölünsün 2. Deməli 14 bölü 7 bərabərdir 2 bölünsün 1'ə. C variantı 12 bölünsün 4. 12 bölünsün 4 bərabərdir hər birini 4'ə bölsəm, bir dəfə, 3 dəfə. Deməli 12 bölünsün 4 bərabərdir 3 bölünsün 1'ə. Baxaq D variantına. 36 bölünsün 24. Hər birini 12'yə bölsək 2, bu da eləyəcək 3. Belə də kəsirdə yazmaq olar.
və yaxud da belə də yazmaq olar. 36 bölü 24 bərabərdir 3 bölünsün 2. Baxaq Y variantına. 30 bölünsün 45. Hər birinin 15-ə ixtisar etsək, bu edər 3 dəfə, bu edər 2 dəfə. Belə də yazmaq olar. 30 bölü 45 bərabərdir 2 bölünsün 3 kimi də yazmaq olar. Baxaq F variantına. Hər birini 9-a bölsək əgər, bu edər 7, bu edər 3. 27 bölü 63 bərabərdir 3 bölünsün 7 kimi də yazmaq olar. Keçək səhifə 43-ə. Üçüncü tapşırıq. Fikirlərin doğruluğunu yoxlayın, ekvivalent nisbətləri tənasüb şəklində yazın. Tapşırıq 3-ün A bəndi. 51-in 24-ə nisbəti 34-ün 16-ya nisbətinə bərabərdir. Yoxlayaq. 51 bölünsün 24 bərabərdir 34 bölünsün 16. 51 ilə 24-ü 3-ə ixtisar etsək əgər, burada alarıq 8, burada alarıq 17 bərabərdir. Bu ikisini də 2-yə bölsəm, bu 8, bu da 17 alarıq. Bəli, 17 də 8, 17 də 8-ə bərabərdir. Deməli, birinci doğrudur. Doğru. Baxaq B variantına. 12-nin 14-ə nisbəti bərabərdir 25-in 35-ə. 14 ilə 12-nin hər birini 2-yə bölsəm, alaram 7, burada 6. Bunları da 5-ə bölsəm, alaram 7, burada 5. 7, 6, 7, 5-ə bərabər deyil. Deməli, bu doğru deyil. Doğru deyil. Baxaq C variantına. 2,5-in 4-ə nisbəti 35-in 56-ya nisbətinə bərabərdir. 35 bölünsün 56. Gəlin birinci bunların hər birini 10-a vuraq ki, bu onluq kəsirdən xilas olsun. 25 bölünsün 40 bərabərdir 56-da 35. 40 ilə 25-in hər birini 5-ə bölsəm, burada almış olaram. Burada almış olaram 8, burada 5. 56 ilə də 35-in hər birini 7-yə bölsəm, burada alaram 5, burada alaram 8. 8-də 5, 8-də 5-ə doğrudur. Bərabərdir. Bu da olacaq doğru. Keçək 4-cü tapşırığa. Verilən nisbətlər arasında ekvivalent olanları müəyyən edin və tənasüb yazın. A bəndinə baxaq. 6 bölü 14, 9 bölü 21, 14 bölü 28. 6-ın 14-ün hər birini, hər tərəfini 2-yə bölsək, bu edəcək 3 bölü 7. Bunun hər birini 3-ə bölsək, edəcək 3 bölü 7. Bunun hər tərəfini 14-ə bölsək, 1 bölünsün 2 edəcək. Bunlar hansı bir-birinə bərabər olacaq? Əlbəttə ki, 6 bölü 14 ilə 9 bölünsün 21 bir-birinə bərabər olacaq. Bunu da belə yazacaq. Gördünüz, hər birinə 3 bölü 7 aldıqda ona görə. 6 bölü 14 bərabərdir 9 bölünsün 21-ə. Bu da bunun tənasübü.
Keçək B variantına. 18 böl 32, 6 böl 16, 15 bölünsün 40. İxtisar etsək hər birini 2-yə, bu edəcək 9, bu edəcək 16. 2-yə bölsək 3, bu edəcək 8. Bunu da hər birini 5-ə bölsək 3, bu da edəcək 8. 3 bölü 8, 3 bölü 8. Bunlar bir-birinə bərabər olduğuna görə deməli bununla bu bir-birinə bərabərdir. İndi bunun tənasibini quraq. 6 bölünsün 16 bərabərdir 15 bölünsün 40-a. Bu da bunun tənasibi olacaq. Baxaq C bəndinə. 10 bölü 14, 14 bölü 21, 25 bölü 35. 2'ye bölsək 5 bölünsün 7, 7'ye bölsək 2 bölünsün 3, 5'e bölsək 5 bölünsün 7 edəcək. Görürük ki, burada 5 bölü 7'lər olanlar, yəni bunlar bir-birinə bərabərdir. Bunu da tənasibini belə quracaq. 10 bölünsün 14 bərabərdir 25 bölünsün 35'e. Keçək D bəndinə. Yirmi dörtdə 18, 12'də 10, 18'də 15. İxtisar edək. 6'ya ixtisar etsəm əgər alaram burada 4'də 3. 2'ye ixtisar etsəm əgər alaram 6'da 5. 3'e ixtisar etsəm alaram 6'da 5. Deməli ikinci kəsirlə üçüncü kəsir bir-birinə bərabərdir. Bunu da belə göstərmək olar. 12'də 10 bərabərdir 18'də 15'e. Bu da bunun tənasibi. Keçək Y bəndinə. On altıda 14, 24'də 21, 32'də 24. İxtisar etsək 2'yə alarıq 8'də 7, 3'ə ixtisar etsək 8'də 7, bunu da 8'ə ixtisar etsək 4'də 3 alarıq. Birinci kəsirlə ikinci kəsir bir-birinə bərabər oldu. İxtisar etdən sonra. Yəni 16'da 14 bərabərdir 24'də 21'ə. Və sonuncu F variantına baxaq. 6'da 4, 12'də 9, 15'də 10. İxtisar etsək 2'yə alarıq 3'də 2, 3'ə ixtisar etsək 4'də 3, 5'ə ixtisar etsək 3'də 2 almış oluruq. Və burada görürük ki, 3'də 2 aldıqlarımız bu kəsirlə bu kəsirdir. Tənasibi də qursaq əgər 6'da 4 bərabərdir 15'də 10 kimi qurarıq. Öyrənmə. Tənasibin əsas xassəsi. Tənasibin kənar hədlərinin hasili orta hədlərin hasilinə bərabərdir. Bu xassə tənasibin əsas xassəsi adlanır. Yəni A bölünsün B, C bölünsün D-yə bərabər olduğuna görə yadda saxlayın ki, kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Yəni buradan alacağıq ki, A vurulsun D bərabərdir B vurulsun C-yə.
Burada belə bir misal verilib bizə. 4 bölünsün 6 bərabərdir 10 bölünsün 15. Bunu həll etmək istəyiriksə 4'ü 10'a vuracağıq, 6'ını da 10'a vuracağıq. Əgər bərabərlik düzdürsə, deməli tənasüb doğrudur. Yəni 4 vurulsun 15 bərabər olmalıdır, 6 vurulsun 10'a. Həqiqətən də burada 60 alırıq, burada da 60 alırıq. Deməli tənasüb doğrudur. Əgər bizə 2 kəsirdən 2 kəsir verilibsə, orada da kəsirləri biz çarpaz şəkildə vuracağıq. Yəni A bölünsün B bərabərdir C bölünsün D yazılsa, burada isə çarpaz şəkildə vuracağıq. Yəni kənar hədlər A ilə D-ni bir-birinə, B-ni də C-yə vuracağıq. Tənasübün əsas xassəsinin tərsi də doğrudur. Sıfırdan fərqli A, B, C və D ədədləri üçün A vur D bərabərdir B vur C olduqda A böl B və C böl D nisbətləri tənasüb əmələ gətirir. Məsələn, 6 vur 2 bərabərdir 3 vur 4 olduğu üçün 6-nın 3-ə nisbəti 4-ün 2-yə nisbətinə bərabərdir. Yadda saxla. Tənasübdə kənar hədlərinin yerini və ya orta hədlərinin yerini dəyişdikdə bərabərlik pozulmur. Yəni, əgər siz belə bir tənasüb görsəniz, tutaq ki, məsələn, 4 bölü 6 bərabərdir 10 bölünsün 15. Burada 4 ilə 15-in yerini dəyişə bilərsiniz. Məsəl üçün, gedəcək bura. 6 ilə də 10 məsəl üçün qalsın yerində. Yenə 15-i 4-ə vuranda 60, 6-nı 10-a vuranda 60 ala bilirik. Fikirləş. A böl B bərabərdir C böl D tənasübündə hədlərinin yerini dəyişməklə daha az tənasüblər yazmaq olar. Burada yazmaq olar. A böl B bərabərdir C böl D-ni belə yazmaq olar. Tutalım. A bölünsün C bərabərdir B bölünsün D kimi yazmaq olar. Və yaxud A ilə D-nin yerini dəyişmək olar. D bölünsün B bərabərdir C bölünsün A kimi yazmaq olar. Bu şəkildə yazmaq mümkündür. Keçək səhifə 44-ə. Səhifə 44-də 5-ci tapşırığa baxaq. Tənasübün əsas xassəsindən istifadə etməklə nisbətlərin tənasüb əmələ gətirib gətirmədiyini müəyyən edin. Məsələn, burada birinci tapşırıqdan başlayaq. Nömrə 5-in birincisi. 15 bölünsün 10, bir də 9 bölünsün 6 yazılıb burada. 15-i 6-ya, 9-u 10-a vuraq. Görək. 15 vur 6 edir 90, 10 vurulsun 9 edir 90. Deməli, bu tənasübdür. 2 10'da 6, bir də 30'da 18. Gəlin vuraq. 6 vurulsun 30. Yəni bunu çarpaz vururuq. 2 dənə kəsir olanda bunu buna, bunu da buna vurmalıyıq. 6 vur 30, 180. 18 vur 10, 180. Deməli, bunlar da bir-birinə bərabərdir. Üçüncü. 0,6 bölünsün 4, bir də 3 bölünsün 20. Burada da 0,6-nı 20-yə, 3'ü də 4'ə vuracaq. Görək düzdür yoxsa yox. 0,6 vur 20. Bu edəcək 12. 3 vur 4. Bu da edəcək 12. Deməli, bu da bir-birinə bərabərdir. Dördüncüsü. 5'də 3, bir də 75'də 45. Bununla çarpaz vuracağıq. Bunu buna, bunu da buna. 3 vurulsun 75 bizə verəcək 225. Bir də 5 vurulsun 45.
Bu da bizə verəcək 225. Bu da bir-birinə bərabərdir. Beşinciyə baxaq. Bir tam onda 8 bölünsün 4. Bir də 5'də 2 bölünsün 3. Kənar hədlər 1 tam onda 8 ilə 3'dür. Orta hədlər də budur. 1 tam onda 8'i 3'ə vursam əgər alaram 5 tam onda 4. 4'ü də vursam 5'də 2'yə alaram 5'də 8. Bu da deyəcək 1 tam onda 6. Deməli bu tənasüb deyil. Üstündən xətt çəkdim. Tənasüb deyil. Baxaq 6-cıya. Bunları göstərək. Bunlar bərabərdirlər. 6-cı 3'də 4, bir də 9'da 12. Bunları gələk çarpaz vuraq. 4 vur 9 36, 3 vur 12 36. Deməli bu bir-birinə bərabərdir, yəni tənasübdür. Baxaq 7-yə. 4'də 3 böl 7'də 3, bir də 8'də 7 böl 2'də 1. Bunlar 1 vuracaq, bunları da 1 vuracaq. Vuraq 4'də 3'ü vuraq 2'də 1'ə. Sürətə məxrəcə 8'də 3, bir də 7'də 3'ü vuraq 8'də 7'yə. Burada ixtisar aparsaq əgər, burada da 8'də 3 almış oluruq. Yəni bir-birinə bərabər oldu. Baxaq 8-ci tapşırığa. On 8'də 8, bir də 27'də 12. Çarpaz vuracaq. 8 vurulsun 27. Bu bizə verəcək 216. Bir də 18 vurulsun 12 hesablayaq. Bu da bizə verəcək 216. Bunlar deməli bir-birinə bərabərdirlər. Keçək 6-cı tapşırığa. Nisbətlərin tənasüb əmələ gətirib gətirmədiyini yoxlayın. Tənasübdə uyğun hədlərin yerini dəyişməkdə yeni tənasüblər yazın. Tapşırıq 6 A bəndi. 4 bölünsün 5, bir də 12 bölünsün 15. Kənar orta. 4 vur 15 60, 5 vur 12 60. Deməli bunlar bir-birinə bərabərdirlər. Tənasübdür. Yerini dəyişməklə belə yazmaq olar. Məsələn 15 bölünsün 5 bərabərdir 12 bölünsün 4 kimi yeni tənasüb yazmaq olar. B bəndi. 22 böl 14, bir də 44 böl 26. Kənarlar, ortalar. 22 vurulsun 26. 22-ni əgər 26'ya vursam alaram 572. 14'ü də 44'ə vursam əgər alaram 616. Deməli bu tənasüb deyil. Baxaq C variantına.
1/2 böl 1/8, bir də 2 bölünsün 3. Bunu buna, bunu da buna vuracağıq. 1/2-ni 3-ə vursam alaram 3/6. 1/8-i də 2-yə vursam alaram 3/6. Bunlar bir-birinə bərabərdir. Deməli bu tənasübdür. Tənasübün yerini dəyişməklə yeni bir tənasüb yazmaq lazım gələrsə əgər, belə bir tənasüb yaza bilərik. 3 bölünsün 1/8 bərabərdir 2 bölünsün 1/2 kimi yeni bir tənasüb yaza bilərik. Keçək D bəndinə. Bir bölünsün 2, 6'da 1 bölü 3'də 1. Kənar hədlər, bu da orta hədlər. 1 vurulsun 3'də 1 edəcək 3'də 1. 2 vurulsun 6'da 1, bu da bizə verəcək 6'da 2. İxtisar etsək alacaq 3'də 1. Yəni bir-birinə bərabərdir. Yəni tənasübdür. Yerin dəyişməyini belə yazmaq olar. 1 bölünsün 6'da 1 bərabərdir 2 bölünsün 3'də 1 kimi yeni tənasüb qura bilərik. Keçək 7-ci tapşırığa. Tənasübün əsas xassəsindən istifadə etməklə məhsulu tapın. Nömrə 7-nin A bəndi. 6 böl x bərabərdir 12 böl 28. Kənar hədlər, orta hədlər. 12x bərabərdir 6 vurulsun 28. 12x bərabərdir 6-nı vuranda 28 alınacaq 168. X də bərabərdir 168-i böləcək 12-yə. Burada cavab alacağıq 14. Baxaq B variantına. 9'da 2 bərabərdir x bölünsün 63. Çarpaz bıraq. 9x bərabərdir 2 vurulsun 63. 9x bərabərdir 63'ü 2'ye vuranda 126. X də bərabərdir 126'ını da böləcəm 9'a. Cavabda alacağım 14. Baxaq C variantına. 3 bölünsün 4 bərabərdir y bölünsün 8. Bunu buna, bunu da buna. 4y bərabərdir 3 vurulsun 8. 4y bərabərdir 24, y bərabərdir 6 aldım. D variantı. 5'də 21 bərabərdir 35 bölünsün y. Çarpaz vuracağıq. 21y bərabərdir 5 vurulsun 35. 21y bərabərdir 35'i 5'e vuranda 175. Y də bərabərdir 175'i böləcəm 21'ə. Bölünmür. Olsun 175 bölünsün 21. Belə də qalsın. Yetdiyə ixtisar edə bilərəm də, amma 7'ye ixtisar etsəm buralar 3, bu da alınar 25. 3'də 25. Baxaq F variantına. M bölünsün 3 bərabərdir 35 bölünsün 12. Yenə çarpaz vuracağıq. 12m bərabərdir 3'ü vuracağıq 35'ə. Edəcək 105.
M də bərabərdir 105 bölünsün 12. Hər birini 3-ə bölsəm, burada alıram 35, burada da alıram 4. 4-də 35 almış oldum. Baxaq C variantına. M böl 1,2 bərabərdir 5 bölünsün 4. Kənarlar, ortalar. 4M bərabərdir 5 vurulsun 1,2'ye. 4M bərabərdir 1,2'ye vuranda edəcək 6. M də bərabərdir 6 bölünsün 4. İxtisar etsək alarıq. Belə yazmayaq. 6'nı böləndə 4'ə alırıq 1,5. Bu da C variantının cavabı. Və sonuncu H variantına baxaq. H variantını belə göstərəcəm. X üstə gəl 2 böl 2 bərabərdir 6 bölünsün 3. Uşaqlar burada çaşmayın. Burada kənar hədlərimiz bununla budur. Orta hədlərimiz isə bununla budur. Deməli 3'ü vuracaq kənar hədləri 3 vurulsun x üstə gəlsin 2 bərabərdir 2'ni vuracaq 6'ya. 3 vurulsun x üstə gəl 2 bərabərdir 2 vur 6 12. X üstə gəl 2 bərabərdir 12'ni 3'ə böləcəm 4. X də bərabərdir 4'dən 2 çıxacam alacam 2. Burada da cavab verəcək bizə 2. Keçək 8-ci tapşırığa. Verilmiş bərabərliyə görə müxtəlif tənasüblər yazın. Altı vur 8 bərabərdir 4 vurulsun 12. Burada nə edəcək? Kənar hədləri 1 böləcək, orta hədləri 1 böləcək. Yəni belə. Bunlar kənar hədlərdir, bunlar da orta hədlərdir. Yazırıq. 6 bölünsün 12 bərabərdir. Əgər burada bunu buna bölürəmsə, digərində bunu buna bölməliyəm. Yəni 4 bölünsün 8 kimi. Və yaxud da 6 bölünsün 4 bərabərdir. Buradan 12 bölünsün 8'ə. Və yaxud 8 bölünsün 12 bərabərdir 4 bölünsün 6'ya. Bu cür göstərmək olar. Və ya 8 bölünsün 4 bərabərdir 12 bölünsün 6'ya. Bu A bəndinin həlləri idi. Baxaq B bəndinə. Göstərmək olar 9 bölünsün 18 bərabərdir 8 bölünsün 16. On 16 bölünsün 8 bərabərdir 18 bölünsün 9'a. 9 bölünsün 8 18 bölünsün 16
Bir dəfə də 16 bölünsün 18, 8 bölünsün 9. Baxaq C bəndinə. 3 bölünsün 4 bərabərdir 9 bölünsün 12'ye. 3 bölünsün 9 bərabərdir 4 bölünsün 12'ye. 12 bölünsün 4 bərabərdir 9 bölünsün 3'e. Bir dəfə də 12 bölünsün 9 bərabərdir 3'e. Baxaq D variantına. D variantında indi belə yazacağıq. 2 bölünsün 10 bərabərdir 3 bölünsün 15'e. 2 bölünsün 3 bərabərdir 10 bölünsün 15'e. 15 bölünsün 3 bərabərdir 10 bölünsün 2'ye. 15 bölünsün 10 bərabərdir 3 bölünsün 2'ye. Bu cür yazılacaq. Keçək 9-cu tapşırığa. Verilən ədədlərdən istifadə etməkdə mümkün tənasübləri yazın. Burada belə yazmaq olar. 5 8'im eləyir 40, 4 vur 10'um da 40 elədiyinə görə belə yazaq elə. 4 böl 5 bərabərdir 8 bölünsün 10'a. Və yaxud da 5 böl 4 bərabərdir 10 bölünsün 8 kimi də yazmaq olar. B variantına baxaq. 6 vur 12 72, 8 vur 9'um da 72'dir. Belə yazaq. 6 böl 8 9 böl 12. Və yaxud da 8 böl 6 bərabərdir 12 bölünsün 9. Deməli yazaq burada 8 bölünsün 1 bərabərdir 16 bölünsün 2. Yaxud 1 böl 8 bərabərdir 2 bölünsün 16. Burada bunu buna vuranda 54, bunu da buna vuranda 54 edir. Yəni 3 bölünsün 2 bərabərdir 27 bölünsün 18 kimi yazmaq olar. 54 54. Yerlərini dəyişək. 2 bölünsün 3 bərabərdir 18 bölünsün 27 kimi də yazmaq olar. Səhifə 45-də olan tapşırıqlara baxaq. Səhifə 45-də 10-cu tapşırıqda bizə deyir ki, şərtə uyğun tənasüb qurun. Bu tip suallarda nə edəcəyik? Baxın uşaqlar, məsələn, A bölünsün B bərabərdir C bölünsün D olduğuna görə biz tənasübün düsturu buydu. Kənar hədlər 6 və 10'dur. Məsəl üçün 6 bölünsün B bərabərdir C bölünsün 10 deyək. İndi biz burada 3 dənə tənasüb quracağıq. Tənasüb qurmanın qaydası belədir. Biz bilirik ki, kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Kənar hədlərin hasili nədir? 6 vurulsun 10 nəyə bərabərdir? 60. Deməli, B ilə Z-yə də elə ədədlər seçməliyik ki, onları bir-birinə vuranda 60 eləsin.
Yəni B-ni C-yə vuranda 60 eləsin. Hansı ədədlər bir-birinə vuranda 60 eləyə bilər? Tutaq ki, 3-ü 20-yə vuranda 60 eləyər. Məsələn, 5-i 12-yə vuranda 60 eləyər. Və yaxud da ki, 3-ü 20-yə dedik, 4-ü 15-ə vuranda 60 eləyər. Bu ədədləri seçəndən sonra tənasibi bu cür qura bilərik. Məsələn, 6 bölünsün 3 bərabərdir 20 bölünsün 10. Və yaxud 6 bölünsün 5 bərabərdir 12 bölünsün 10. 6 bölünsün 4 bərabərdir 15 bölünsün 10 kimi 3 dənə tənasib qura bilərik. Bu A variantının tənasibləri idi. Keçək B variantına. B variantına deyir ki, orta hədlər 5 və 8-dir. Orta hədlər, yəni A bölünsün 5 bərabərdir 8 bölünsün D. Yenə həmin qayda kənar hədlərin hasili, yəni A vur D bərabərdir orta hədlərin hasilinə 5 vur 8-ə. Yəni A vurulsun D olmalıdır 40. İndi özümüzdən 2 ədəd seçməliyik ki, onları bir-birinə vuranda 40 eləsin. Bunu seçmək olar, məsəl üçün 5 ilə 8, seçmək olar 2 ilə 20, seçmək olar tutaq ki, hələ olsun 1 ilə 40-ın özü. Belə qura bilərik. Ədədləri seçəndən sonra belə yazacağıq. 5 bölünsün 5 bərabərdir 8 böl 8. İkincini qura bilərik. 2 bölünsün 5 bərabərdir 8 bölünsün 20. Üçüncü də ola bilər ki, 1 bölünsün 5 bərabərdir 8 bölünsün 40 kimi. Bu da ikincinin tənasübləri olacaq. Baxaq C bəndinə. Kənar hədləri 8 və 20 olan 3 dənə tənasüb quracağıq. Kənar hədlər 8 və 20-dir. Tutalım. 8 bölünsün B bərabərdir C bölünsün 20. B vurulsun C bərabərdir 8-i 20-yə vuracaq 160. Hasili 160 olan 2 dənə də seçməliyik. Tutalım olsun 2 ilə 80. 2 ilə 80. Sonra ola bilər 4 ilə 40 ola bilər. 32 vurulsun 5 də 160 eləyir. Yəni tənasübümüzü quracağıq. Səkkiz bölünsün 2 bərabərdir 80 bölünsün 20. 4 bölünsün 8 bölünsün 4 bərabərdir 40 bölünsün 20. 8 bölünsün 32 bərabərdir 5 bölünsün 20 kimi tənasüblərimizi qura bilərik. Keçək D variantına. Orta hədlərdən hər ikisi 6 olan. Deməli, A bölünsün 6 bərabərdir 6 bölünsün D. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Yəni A vurulsun D bərabərdir 36. 36 olması üçün 2 ilə 18 seçə bilərik. 1 ilə 36 seçə bilərik. 3 ilə 12 seçə bilərik. Yəni yaza bilərik. 2 bölünsün 6 bərabərdir 6 bölünsün 18. 1 bölünsün 6 bərabərdir 6 bölünsün 36. 3 bölünsün 6 bərabərdir 6 bölünsün 12 kimi yaza bilər. Keçək 11-ci tapşırığa.
11. Boş xanaya elə ədəd tapın ki, alınan 4 ədəddən tənasüb qurmaq mümkün olsun. Hər üçlük üçün neçə müxtəlif ədəd seçmək olar? Fikrinizi əsaslandırın. Məsələn, burada götürək 2 ilə 5-i. 2 ilə 5-i vuranda 10 eləyir. Deməli, burada 10 olması üçün burada yaza bilərəm, məsələn, 10. Burada da belə bir tənasüb qurmaq olar. 1 bölünsün 2 bərabərdir 5 bölünsün 10-a. Həqiqətən də 1-i 10-a vuranda 10, 2-ni 5-ə vuranda 10 eləyir. Bura 10 yazmaq olar. B variantına baxaq. 3-ü 14-ə vuranda eləyir 42. Onda bura 7-ni neçəyə vurmaq olar? Bunda məsələ üçün 6-ya vurmaq olar. Belə yaza bilərik. 7 bölünsün 3 bərabərdir 14 bölünsün 6-ya. Həqiqətən də 7-ni 6-ya vuranda 42, 3-ü 14-ə vuranda 42 alıram. Baxaq C variantına. C variantında məsələn 5-i 6-ya vuranda 30, 2-ni də 15-ə vuranda 30 eləyər. Bu 30 eləyir, bu da 30 eləsin. Belə qurmaq olar. 2 bölünsün 5 bərabərdir 6 bölünsün 15 kimi. Baxaq D variantına. Tutalım 3 vurulsun 9 olmaz. Olsun 6 vur 9 54. 3-ü də 18-ə vuranda 54 eləyəcək. Belə qurmaq olar tənasübü ki 3 böl 6 bərabərdir 9 bölünsün 18-ə. Keçək 12-ci tapşırığa. Düzbucağın uzunluğu və eni 4 bölü 3 nisbətindədir. Düzbucağın uzunluğu 6 metr olarsa eni nə qədərdir? Məsələn, bu mənim düzbucaqlım. Uzunluğu olsun 4x, n olsun 3x. Düzbucağın uzunluğu 6 metrdir. Onda 4x 6-ya bərabərdirsə, uzunluğu 6-ya bərabərdir deyir. X də bərabərdir 6-nı 4-ə böləcəm 1,5 eləyəcək. X-i tapdım. N-i tapmaq üçün n də 3x-dir. Yəni 3 vurulsun, x-in yerinə 1,5 qoyacam. Bu da edəcək 4,5. Deməli, n olmalıdır burada 4,5. Baxaq B variantına. Samirin yaşı ilə bacısının yaşı 3 bölü 2 nisbətindədir. Deməli, Samir 3x-dir, bacısı 2x-dir. Samirin 12 yaşı var. Deməli, 3x-in nəyə bərabərdir? 12-yə. X burada alır 4. Bacısının neçə yaşı var? Bacısının da 2x yaşı var. X-im də 4-ə bərabər olduğuna görə 2 vurulsun 4. Burada neçə alacam? 8 alacam. Samirin bacısının 8 yaşı var. Burada da n-i 4,5 idi. Baxaq C variantına. Buradan C variantına baxaq. Sinifdə 10 qız var. Oğlanların sayı ilə qızların sayı 6 bölü 5 nisbətindədir. Deməli, oğlanlar olacaq 6x, qızlar olacaq 5x. Sinifdə 10 qız var deyir. Deməli, qızlar, yəni 5x-i 10-a bərabər eləməliyəm. 5x bərabərdir 10, x bərabərdir 2 alıram. Sinifdəki oğlanların sayı nə qədərdir? Sinifdəki oğlanların sayı 6x-dir. X-in də qiyməti 2 olduğuna görə 6 vurulsun 2. Burada cavab 12 alıram. Keçək 13-cü tapşırığa. Usta Əli ay ərzində gəlinin bir hissəsini xərclədikdən sonra qalan pulu yığım kimi saxlayır. Onun xərclədiyi pulu yığdığı pula nisbəti 3 böl 1 kimidir. Deməli, xərclədiyi olacaq 3x, yığdığı olacaq 1x.
Bu bizim əvvəl şərtimizdir. Keçək indi A variantında görək nə deyir. Usta əlinin birinci ay yığımı 120 manat olmuşsa, onun xərci nə qədərdir? Yığdığı pul x-dır. Deməli, x-in qiyməti 120-dirsə, xərclədiyi pul da 3x olduğuna görə 3 vurulsun 120 olacaq 360 manat. Xərclədiyi pulun qiyməti. A variantının cavabı olacaq 360. B variantına baxaq. Usta əli ikinci ay 630 manat xərcləmişsə, deməli, xərclədiyi pul 3x-imiz nəyə bərabərdir? 630-a. Burada da x bərabərdir. 630-u böləndə 3-ə alıram 210 manat. Deyir ki, onun gəliri nə qədər olmuşdu? Deməli, bu 630 manat xərclədiyi 630 manatdır. Biz bilirdik axı bu pulunun deməli 3 hissəsini xərcləyəndə 1 hissəsini, yəni 1x-ını da yığır. Deməli, yığdığı da 210 manatdır. Bunun ümumi gəlirini soruşur. Yəni nə qədər olub gəliri? 630 ilə 210-u toplayıram ki, bu nə qədər gəliri olub bunun. Bu da edəcək bizə 840 manat. 840 manat bunun ümumi gəliri olub ki, bunun da 630'unu xərcləyib 210 manatın yığıb. 14-cü tapşırığa keçək. Lalənin markalarının sayı Elxanın markalarının sayının 3/5 nisbətindədir. Deməli, Lalə olacaq 3x, Elxan olacaq 5x. Lalənin 18 markası var. Deməli, 3x-imiz deməli nəyə bərabərdir? 18-ə. Onda x neçə tapırıq burada? 6. X-i tapdıq 6. Baxaq indi A variantına. A variantında deyir ki, Elxanın neçə markası var? Elxanın 5x markası olduğuna görə 5-i vuracam 6-ya, neçə edəcək? 30. Baxaq B bəndinə. Lalə bir neçə marka aldı və bundan sonra onun markalarının, Elxanın markalarının sayına nisbəti 2/3 oldu. Lalə neçə marka aldı? Lalənin neçə dənə markası olduğunu hal-hazırda 18 idi, indi neçə dənə də aldı, bilmədim neçə oldu. Hal-hazırda var indi yenə Lalədə 2x, Elxanda isə olub neçə x? 3x. Elxan heç bir marka almayıb. Elxanın hal-hazırda vardı. A bəndində tapdıq ki, 30 markası. Deməli, bizdə 3x-imiz Elxanın markalarının 30-a bərabər edirəm. X-i tapıram 15. X-i tapandan sonra 15, indi Lalənin markalarını tapmaq lazımdır. 2 vurulsun 15, bu da edir 30. Deməli, Lalədə hal-hazırda 30 marka var. 30 marka var. Lalənin əvvəl neçə markası var idi? 18 markası var idi, düzdürmü? Deməli, Lalə 30-dan çıxıram 18-i, qalır 12. Deməli, Lalə 12 marka alıb. Buna cavab olacaq 12. Baxaq 15-ci tapşırığa. 15-ci tapşırıq. 1 kilogram kökdən 600 qram şirə alınır. Qalanı isə itkiyə gedir. Deməli, 1 kilogramdan şirə alınır 600 qram. İtki də nə qədər olacaq burada onda? 400 qram. Çünki 1 kilogramımız 1000 qramdır. A bəndində nə deyir? Kök şirəsindən çıxan itkiyə nisbətini yazın. Şirənin itkiyə, yəni 600-ün 400-ə nisbətini yazın deyir. Burada hər birini ixtisar etsə 100-ə, 200-ə ixtisar etsə hər birini 200-ə. Bu da edəcək 3/2. Belə də yaza bilərsiniz, belə də yaza bilərsiniz. B bəndinə baxaq. 2 kilogram kökdən şirə çəkərkən nə qədər itkiyə gedir? 1 kiloqramdan əgər
1 kiloqramdan əgər 400 qram itkiyə gedirsə, 2 kiloqramdan da gedəcək, 2 vurulsun 400. Yəni 800 qram. Baxaq C variantına. 3 kiloqram kök şirəsi almaq üçün neçə kiloqram kök lazımdır? Burada nə edəcəyik? Burada alacağıq deməli. Biz bilirdik ki, kök şirəsinin çıxan itkiyə nisbəti 3-ün 2-yə daxı. Şirənin itkiyə nisbəti 3x-in deməli 2x-ə nisbətidir. Şirə bizdə verilib ki 3 kiloqramdır. Deməli 3x-i 3-ə bərabər eləsəm, x-i tapıram 1. İtkini tapaq indi. 2x vurulsun 1, bu da edir 2. Bu itkidir 2 kiloqram. 3 kiloqram da şirəmiz var. İndi bizə nə qədər kök lazımdır? 2 ilə 3-ü toplayacağıq. Cavab edəcək 5 kiloqram. Baxaq 16-cı tapşırığa. Qutuda 10 ağ və 10 qırmızı top var. Ağ 10 dənə, qırmızı 10 dənə. Qutuya 2 ağ top və bir neçə qırmızı top əlavə edildikdən sonra ağ və qırmızı topların sayı 3/4 nisbətində oldu. Qutuya deməli 2 dənə ağ top gəlib. Bu olub 12 dənə. Bir neçə dənə qırmızı top əlavə olunub. Bu da olsun A dənə. Ümumi olsun A dənə. Ağ və qırmızı topların sayının nisbəti 3/4-dədir. Deməli, ağ toplar olur 3x, qırmızı toplar olur 4x. Qutuya neçə qırmızı top əlavə edildi? İndi nədir? Ağ toplarım 12 dənədir. Neçə x-dir? 3x-dir. 3x-i bərabər edirəm 12-yə, x-i tapıram, 12-ni 3-ə bölürəm 4. İndi gəlin buradan qırmızını tapaq, 4-ü vuraq 4-ə, alınsın 16. Deməli, bu A-nın qiyməti neçə imiş? 16 imiş. İndi bizə deyir ki, qutuya neçə qırmızı top əlavə edildi? Qırmızı 10 dənə idi, olub 16 dənə. 16-dan 10-u çıxıram, deməli 6 dənə top əlavə edilib. Bu mövzunun da dərslərin izahına baxdıq. Dərslərimizə qoşulmaq istəsəniz 051 759 5596 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hamınıza uğurlar.